Ana Vətən Partiyası ilə bağlı məhkəmə çəkişməsi başlayır. Bölgə TV xəbər verir ki, bunu Yeni Sabaha məlumatlı mənbələr bildirib. Qeyd olunub ki, Ana Vətən Partiyasının keçən ilin oktyabr ayının 25-nə təyin olunan, amma baş tutmayan qurultayından sonra partiya daxili hesablaşma prosesi davam etməkdədir. Qurultayda Günay Ağamalının sədrliyə namizədliyini dəstəkləməyən rayon təşkilatının sədrləri heç bir əsas olmadan partiya sıralarından uzaqlaşdırılır. Bu təşkilat sədrlərinin sayı isə ümumi təşkilatların təqribən 75%-ni təşkil edir. Onların yerinə partiya ilə heç bir əlaqəsi olmayan təsadüfi şəxslər müxtəlif vədlər verilərək gətirilir. Yeni təyin olunan təşkilat sədrlərinin içərisində şəhid ailələrinin nümayəndələri üstünlük təşkil edir. Əsas qrupun nümayəndələri Ana Vətən Partiyasında siyasi fəaliyyətə cəlb edilərək təşkilatlanır. Məlumata görə partiyadan çıxarılan rayon təşkilatının sədrlərinin bir qrupu məhkəməyə müraciət edib və yaxında məhkəmə prosesi başlayacaq. Partiya rəhbərliyi isə yeni təyin olunan təşkilat sədrlərinin iştirakı ilə yeni qurultaya hazırlaşır. Mənbə bildirib ki, Ana Vətən Partiyasının növbəti qurultayı bu ayın sonunadək baş tutacaq. Qurultayın partiyanın yerləşdiyi binanın akt zalında bu ayın axırına kimi şənbə günlərinin birində keçirilməsi nəzərdə tutulur. Qurultayın keçirilməsi yeri və vaxtı gizli saxlanılır və qurultay bitdikdən sonra bu barədə mətbuata açıqlama veriləcək. Qeyd edək ki, 2025-ci il oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri sabiq deputat Fəzail Ağamalının qızı, hazırda Milli Məclisin deputatı Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub. Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və sədr seçildiyini bildirib. Lakin atası və bacısı Ağamalının legitimliyini qəbul etməyib. Noyabrın 5-də Ana Vətən Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası toplanıb. İclasda partiya üzvü olmayan şəxslərin nümayəndə qismində qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesinə yol verdiyi nöqsanlara görə növbədənkənar 9-cu qurultayın təşkilat komissiyasının sədri Ülvi Bayramova töhmət verilib. Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublu'nun partiya üzvlüyündən çıxmaqla bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq partiyadakı üzvlüyünə xitam verilib. Qurultayda partiya sədrliyinə namizəd olmuş Ağamal da Ana Vətən Partiyasından çıxarılıb. Rəna Rövşən qızı, Bölgə TV.